Allah razı olsun hər birindən, kömək eləyən, yardım eləyənlərdən. 193 manat axırda atdılar. 440 manat axırda atdılar. Elə bitdi. Allah razı olsun hər birindən. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatü əziz qardaş. Qardaş, deməli bizim bir qardaşımız var, o tanıyan tanıyır. Qardaş yaxşı qardaşdır. O çox ağır əməliyyat olubdu. Fiziki baxımdan işləyən vaxtında fəhləçiliklə məşğul idi. Hal-hazırda xəstəxanada, palatada yatır. Bu gündən halınıza maraqlandım, elədim. Dedilər ki, çıxmaq istəyirdi. Çünki nəyə görə çıxmaq istəyirdi? Daha imkanı yoxdur. Gündə 12 manat pul verib zövcəsi yanında qalır da, əxi. İndi mənim sənə deməyimdə məqsədim budur, əxi. Ona Allah rızası üçün ona köməklə eləmək lazımdır. Allah rızası üçün ona köməklə eləyək. İynəsidir, dərmanıdır, 2 dənə uşağı var, bir qız, bir oğlan. Yəni dolanışıqları, yəni gəlir yerləri demək olar yoxdur, həqiqətən yoxdur. Yəni mən tanıyıram da, gedib yəni evindən maraqlana bilərlər, baxa da bilərlər. Yəni qapısında toyuq cücəsi zadı var, belə mal qarası var. Yəni o da indi onu satsa, onun da gəlir yeri oradandır da, qəpik quruş oradan olur. Amma vəziyyəti ağırdır. Yəni hər tərəfli, yəni qardaşlar gedib oradan maraqlana bilər də, nədir, nə deyil deyib. Axı əsas şey deməli, bu nədən əməliyyat olubdu? Bu qardaş qəbz olubdu və onun içində tıxanma əmələ gəlib. Qlizm azad ediblər, alınmayıbdı. Əsas bağırsağını kəsiblər, başqa bağırsaq calayıb ona yol açıblar oradan. Yəni vəziyyət kritik olaraqdan qalıb da. Yəni onu indi bilənlər bilir də, bu bağırsaq biraz çox problemli yerdir. Yəni çox ağır bir vəziyyətdir. Yəni Allah Subhanahu heç kəsə o vəziyyətə salmasın. Yəni ona köməklə eləmək lazımdır. Başda özüm olmaq şərti ilə.